Salam, hörmətli icracı. İnsanlar sual verir ki, mən Azərbaycanda ailə qurmuşam, amma vətəndaşlıq ala bilməmişəm, uşaqlarım var, sosial yardım ala bilərəmmi? Eyni zamanda sual verirlər ki, xarici vətəndaşla ailə qurmuşam, yoldaşımın uşaqları mənim əlimdən almaq istəyir. Mən nə edeyim? Bundan əlavə sual verirlər ki, vətəndaşlığı necə ala bilərəm və ya qanun icazəsini necə ala bilərəm? Mən hüquqşünasları Seyidzadə bugünkü bu videoda bu məsələyə aydınlıq gətirəcəm. Əgər kimə maraqlısı sona qədər izləsin. Eyni zamanda sizdən xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsi xəbər olsun bu barədə. Və hörmətli izləyicilər, sizdən bir xahiş eləmək istəyirəm. Mənim videolarımı bəyənin, YouTube kanalına abunə olun ki, ona görə ki, mən hüquqşünasları Seyidzadə əli arabasındayam. Telefona hüquq məsləhəti verməklə dolanıram, ərizəyə yazmaqla dolanıram. Eyni zamanda əyənində məsləhətlər verir. Bir də ki, mənim dünən qırtanmış əyriləri haqqında motivasiya kitabı var. Onu satıram 20 manata. Qoy hamı bilsin. Dəstək üçün abunə olun. Bundan əlavə ona görə əgər abunə olun ki, hörmətli izləyicilər. Yəni ki, YouTube kanalı mənə ödəniş eləməlidir hər baxışa görə. Hər bir bələdiyyə baxışa görə harca 30 sent, 20 sent arasında ödəniş olmalıdır. Dəstək olun, bəyənin videonu, abunə olun. Hörmətli izləyicilər. Hamımızdan dəstək gözləyir. Hər hazırda 5400 abunə var. İstəyən ki, heç olmasın bir 10.000 olsun. Gəlin aktiv olaq. Bəyəni keçən mövzuya. Birinci növbədə qeyd edin ki, istənilən sakin Azərbaycanda yaşayırsa, vətəndaşlıqdan asılı olmayaraq, vəziyyəti yəni ağırdısa, az təminatlı hesab olunursa sosial yardım ala bilər. Digər məsələ ondan ibarətdir ki, əgər uşağı dünyaya Azərbaycanda gətirmişsə, yəni Azərbaycandan qərarı çıxarılmamaq şərti ilə yoldaşı sizdən ala bilməz. Əgər yox, yenə xaricdə dünyaya gəlibsə, o halda da hər iki valideyindən biri Azərbaycandan olduğuna görə uşaq Azərbaycan Respublikasından mənsubdur. Yəni istədiyi vaxt Azərbaycan Miqrasiya xidmətinə Daxili İşlər Nazirliyinə müraciət edərək, yəni mənsubiyyəti haqqında vəsiqə ala bilər. Yəni belə deyəcək, sadə dinləndirsə şəxsi vəsiqəsi. Hörmətli izləyicilər, nəzərə alın, ala bilər. Yəni problem yoxdur. Bu halda da uşaq yəni digər valideynə verə bilməz. Amma burada bir ehtiyatda olan bir məsələ var. Xaricdədirsə, bəli, uşağı sizə verməyəcək. Amma Azərbaycan qanunlarına görə uşaq anadan alına bilməz. Nəzərə alın, hörmətli izləyicilər. Yəni sizin ailədə əgər mübahisəli bir məsələ varsa, fikirləşin ki, yəni uşağı harda saxlamaq lazımdır. Azərbaycanda yoxsa xaricdə. Bunu fikirləşin, hörmətli izləyicilər. Mütləq qeyd edərsiniz. Səhvən olmasa. Azərbaycanda qalmağın 4 üsulu var. Birinci, qonaq kimi gəlirsiniz, vizana müəyyən müddətə qalırsınız, vizanın hansı müddətədirsə, o müddətə qalırsınız, hörmətli izləyicilər. Bu bir variant. İkinci variantı da qeyd edən, siz bəyənin videonu, səhvən olmasa. İkinci variantı ondan ibarətdir ki, hörmətli izləyicilər, iş, yəni məqsədlə gəlmişsinizsə, mütləq qaydada, yəni müqavilə bağlayaraq qala bilərsiniz. Və ya 100 minlik mülkiyyətiniz olmalıdır Azərbaycanda. O halda qala bilərsiniz. Yəni bu vətəndaşlığı olmayan şəxslərə aidiyyətdir. Və ya bayında depozitiniz olmalıdır, pulunuz olmalıdır. O qədər 100 min. Hörmətli izləyicilər, nəzərə alın. Eyni zamanda əgər Azərbaycana gəlmişsinizsə, ailə qurmuşsunuzsa, o halda da iş icazəsinə ehtiyac yoxdur. Hörmətli izləyicilər, nəzərə alın, mütləq qeyd edin. Vətəndaşlıqsa Azərbaycanda 5 il qaldıqdan sonra ala bilərsiniz və ya dediyim kimi, əgər Azərbaycana dünyaya gəlmişsinizsə və ya valideynlərdən ikisindən biri Azərbaycanlıdırsa, harda dünyaya gəlməzdən asılı olmayaraq, mənsubiyyəti haqqında vəsiqə alırsınız. Yəni burada şəxsi vəsiqəsi deməkdir və vətəndaşlıq deməkdir. Hörmətli izləyicilər, nəzərə alın, bir məsələ də burada mütləq qeyd edin.
Belki şu an vətəndaşlıq almaq üçün mütləq qaydada 5 il ərzində Azərbaycan qanununa uyğun yaşamalısınız. Heç bir cinayət məsələsinə cəlb olmamalısınız. Əsas şərtlərdən biri də budur. Hörmətli izləyicilər, mütləq qaydada. İndi xaricdə təsəvvürən eləyərəm. Azərbaycandan kişi gedib hansısa bir xarici xanımla münasibətdə olub uşaq dünyaya gəlibsə, həmin uşağa atalıq verdiyi halda həmin uşaqdan verdiyi Azərbaycan vətəndaşı hesab olunur, Azərbaycan mənsubu hesab olunur. Mütləq qaydada atalıq verməli. Eyni zamanda xarici ölkədə gedib evlatlığa uşaq götürmüşsünüzsə, o da Azərbaycan vətəndaşı hesab olunur. Yəni Azərbaycan mənsubiyyətli belirləyəcək, hörmətli izləyicilər. Hörmətli izləyicilər, sonunda bir daha sizdən xahiş etmək istəyirəm ki, mənim videolarımı bəyənin. Mən dediyim kimi, yəni telefonla, əyani qaydada hüquqi məsləhət verməklə, əzəri yazmanı dolanıram. Özüm əyri şəxs olduğuma görə, əyri arabasında olduğuma görə dünyanın 40 tanınmış əyriləri haqqında kitabı hazırlamışam. Həmin kitabı satıram. 20 manata qoy, hamı bilsin. Eyni zamanda kimin imkanı varsa istəyirsə, kanala dəstəsinin iyanə də edə bilər. Qeyd olunan kart nömrəsinə. Kart nömrə telefonun videonun izahı yerində qeyd olunub. Telefon nömrəndə, kart nömrəndə. Eyni zamanda YouTube kanalı short nömrəsində istənilən videonun üzərində var. Hörmətli izləyicilər. Qeyd edin ki, 1600-dən artıq short nömrə yerdə mənim videolarım var. İstər sosial yardımdan bağlı olsun, istər belə deyək, pensiyadan bağlı olsun, istər digər məsələlərlə bağlı olsun, istər uşaqla ünsiyyətdən bağlı olsun, istər amətdən bağlı olsun, istər dediyim kimi sosial yardımdan bağlı olsun və digər məsələlərlə bağlı dedikdə vəsait, əməkdaşın bölgüsü, vəsiyyətnamə və qeyri-məsələlər. Qeyri-məsələ dedikdə orada cərimələr də var, digər məsələlər də var. Hörmətli izləyicilər. Ona görə dəstək üçün mənə kanalıma abunə olun. Heç olmasa mən insanlara pulsuz hüquqi məsləhət verirəmsə, o halda da mütləq qaydada qoy pulu YouTube ödəsin. Hörmətli izləyicilər. Yəni bu havaydı, belə deyək. Yəni sizdən bir şey gelmiyor. Siz bir beğenmeden, bir abone olmama yani havaydı. Sizin yerinizde pulu YouTube ödüyor. Eğer YouTube bana vaxtında pul ödəsə, mən də işlərimi yaxşı görəm, daha çox bəyib videolar hazır edəm. Hörmətli izləyicilər. Nəzərə alın. Mütləq qeyd edin. Diqqətinizə görə çox sağ olun. Üzvü hesab verim. O bilsin səsim biraz bitər çıxsın. Biraz soğuk deyim. Hörmətli izləyicilər. Zəhmət olmasa imkanınız varsa, hər evdə telefon var. Hər bir nəfər bu videonu göndərən bəyənsin, abunə olsun. Zəhmət olmasa, böyle bir iş görmüş olasınız. YouTube qaydalarına görə, yəni abunə sayının nə qədər artırsa, o qədər videonun qiyməti artır. Bir var 5000 adam baxsın, bir var 10.000 adam baxsın. Mən inanıram ki, biz bir həftə ərzində bir nəfər yığarıq. Diqqətinizə görə sağ olun. Dəstəyə görə